Hamıya salamlar dostlar. Hər birinizi salamlayıram dostlarım. Necəsiniz, var nə yox? Yepyeni bir YouTube kanalıma və videoma hamınız xoş gəldiniz dostlar. Neyiniz, necəsiz? Məni soruşursunuzsa əgər, mən biraz keyfim yoxdur, yəni biraz xəstələnmişəm, üstünüzə sağlıq. Yəni səsim biraz idarə edin, yəni. Üzrlü sayın ki dostlar, səsim biraz pis çıxa bilər videoda, yəni pis çıxa bilər səsim. Yaxşı çıxmaya bilər səsim dostlar. Ona görə yəni üzrlü sayasınız. Və dostlar, gördüyünüz kimi bu günlər sizinlə birlikdə yəni dostlarım bu günləri Shadow Fight'ın artıq 3-cü bölümündəyik. Yəni 3-cü bölümü ilə artıq sizin qarşınızdayım dostlar. Və dostlar, artıq 3-cü bölümü çəkirik. Yəni o bölümdə bu niyə belə oldu rəngi? Dostlar, nəsə elə bir rəngi başqa cür oldu telefonum. Nə bilim, belə asıldı. Və dostlar, nəysə. Bu sizinlə bir yerdə Shadow Fight'ın 3-cü bölümdəyik artıq. Yəni girişdəyim abi çox. Bu arada dostlar, attığım vlog kanalıma da abunə olun dostları. O videoya like atın videolarına və nə deyəcəkdim bir də. Bu kanalıma da abunə olun dostlar. Abunə deyilsinizsə ilk öncə girin abunə olun hər iki kanalıma və hər iki kanal videolara zəhmət deyilsinizsə dostlar, zəhmət olmasa bəyənin və sonra videonu izləməyə davam edin. Və dostlar, ilk öncə sizinlə keçən dəfəki bölümdə dostlar şeylə oynamışdı, döyüşmüşdü, tuğla ilə. Buradadır. Tuğla. Dostlar, ilk əvvəl tuğla ilə döyüşmüşdük. Və indi isə bu bölümdə iğnə ilə döyüşməyə çalışacağıq, yəni. İmkansızdır gördüyünüz kimi. Bunu kolay edəcəyik, normalı zada çatdırıb. Yəni bu bölümdə iğnəni yutmağa çalışacağıq, Linux'ın artıq 3-cü qorumasını, yəni. Və dostlar, seri davam edirik, siz də like'larınıza atın dostlarım. Bölümə daha çox gəlməyə davam edin. Dostlar, gəldi özün ekran, gördüyünüz kimi düzəldi. Bayağı qırmızı fazon olmuşdu ekran, dedim, niyə belə oldu? Özüm də hiss ededim, yox, dedim, belə deyil də axı ekran. Nəsə belə şey olmuşdu. Və dostlar, gördüyünüz kimi indi bu normaldır. İndi isə dostlar, burada görüb alabiləcəyimiz bir şey varmı? Yəni bu say şeyi ala bilərik. İğnəni işlətdiyi qılıncı ala bilərik, yüksəldə bilərik. Koni şapkadır, yəni. Bir dənə istəyirəm buradan heç nə olmur. Bir dənə istəyirəm dostlar, bunu açın. Bir dənə də koni şapkanı yüksəldim. Çatmır artıq bu, nasıl? Çatır axı. 237-dir. Bunu isə istəyir, bunu da 200 istəyir. Bir dənə bunu da yüksəldək dostlar, olsun belə qəşəng. Aldıq qılıncımızı dostlar, yüksəltdik gördüyünüz kimi. Koni şapkadakı işini yüksəltdik, yəni. Bu kolay düşdü artıq. Və bu da hələ imkansızda qalıb dostlar. Oha. Bu necə? Bir dənə də eski yaralar oynayacaq, hələsinə bir dənə. Hayatta qalma da bu bölümdə oynayacaq dostlar. İlk öncə istəyirəm mən bir dənə şey gedim, duellə gedim. Rastgele ekip. İlk öncə dostlar, sizinlə birlikdə birlikdə duellə gedək. Bu arada tezə telefonda çəkirəm dostlar. Sən kim olsan onu yapırsan qaqaş? Başın getdi ya deyəsən. Allah. Sən apararam, gətirim. Yadda aşağı. Soxlar da qəşəngdir bu arada. Qəşəng qılıclar verdi bizə bu roundda. Bu arada enerjili olmayıb bilirəm də kefsiz kimi falan.
falan yoktu. Dedim dünən də atmadım. Dünən də elə onu da atmadım video. İki daha boş kalmasın kanala izleyicilerime videosu koymadım yani. Ona göre yoksa hiç bunu da atmayacaktım ama dedim yani aklımda düzgün. Artık can azdı. Şan bir təpiyə uçurtdum bunu. Hala. Şey dostlar bir daha duvarla getdik. Bir dənə istəyirəm ki sizinlə bir 3 dənə şey də gedək. Turnuva da gedək. Kadife. O kadife. Kadife geldi. Ha onda silahlar elə mənim silahım var. Hızlı tepki. Yeni bir başarı atıldı dostlar. Kim vurdu? İkimizi bir yedim. O vurdu. Şey. Bəsdir. Ay. Və dostlar birinci raundda tutduq, aldıq belə birinci raundu qəşəng. Və keçdik ikinci raunda. Biz kimi. Onu yıxdım mən. Sağ ol səni. Səni mən başa salacağam. Allah'ım yazır. Kim yıxsın? Kim yıxsın? Kim yıxsın? Ya bu. Ben çok öğretmenim. Yani başa salacağım indi. Şen. Şen. Evet dostlar. Bu da. Birinci bir de. Vultur ile dövüşək. İkinci turnuva oyunumuz. Bomba kimi. Bir dənə təpəyə yatacaq. Ova getdi. Bu arada dostlar vlog kanalıma hansı video gəlsin? Yani sabahda falan. Bilmem yani sabah video gelmese kısa bir video atmaya çalışıyorum short videosu. Falan ederim ama atacağım bir şey ne videosu gelsin. Onu da sormaya yazarsın mahallede. Yani onda bir quiz olmazsa başka bir videoda işte şaşam tapılmam. Siz de fikirler video fikir bizi falan hansı kontenti çektiğinde hakkında video seçeyim. Neyse siz böyle eləyəydi dostlar. En aklımda paylaştığım blogda kanalda paylaştığım videoya o şey futbolcular şey demek neydi onun adı futbolcular tahma quiz eləydim. Onun videonun yorumunda istəsəz yorumlarda yani o videonun yorumlarında ne video ne hakkında video ne ile bağlı yani ne videosu seçeyim onu yazabilirsiniz ya da şey belirleyin dostlarım. Yani 10 nəfər, 15 nəfər, 20 nəfər birləşək dostlar, baxan hər kəs kimin qabağına çıxırsa, kim sual yaza bilirsə dostlar, suallarınızı o yoruma yazın, yəni bir YouTuber kimi də istəyirəm. Yəni mən də sualları cavablandırmağa çalışıram yəni dostlar. Ya belə eləyək, ya da video fikri falan da deyərsiniz, çünki azab çəkirəm, video fikri tapanayacağım, valla ən çətin şey video fikri tapmaqdır. Yəni, bir dənə dostlar, yine bir bölüm geldi. Bir tane de şey turnuva gidelim. 3. turnuvamız. Ay, tutamıyorum ben bunu. Uy, sonuna bak. Yola getdi də vuranmadı məyəcək. Allah Allah qəşəng. Yəni belə dediyim kimi dostlar, hər bir fikrinizi yorumlarda bildirəsiniz təbii ki.
flağla döyüşüyor. Yumruğu var əlində. Ya başladı yıxmağa. O ikimizi bir aldı. Oba, getdi. Qəşəng. Turnuvada belə aldıq dostlar. Bir dənə dəqiqəsə 10 dəqiqədir. Nəysə dostlar 10 dəqiqədə hələ ki bir şeylər də eləmək olar yəni. Duellə girdik, turnuva girdik. Bir dənə də hayatta qalma gedək dostlar. Olsa 4 səviyyə olacaq, yeni ekipmanlar, silahlar falan açılacaq. O silahlar yəqin ki şeyin yanında alanda, yüksələndə falan. Yəni bu Linux'in 3-cü qoruması, yəni imkansızdan böyük muhtemelen yani böyük nə danışır, böyük şans, yəni şansı normalı falan düşə bilər. Getdiyi bir də həyatda qalmış. O bölüm gəldi dostlar. Görə neçinci raundda irəliləyəcəyik. Həyatda qalmış. Birinci tutduq. Hoppa. Ancaq dostlar sizə tövsiyəm odur ki, yəni ancaq yumruğa silahla vurun. Onda daha çox can gedir yəni. Şurada onlara deyirəm. Yəni də ki, təbii də ki, siz yaxınsınız da. Özünüzə yaxınlaşdırmaq. Yəni təbii də bilərsiniz. Yəni mən belə bir səkəm. Sıltmaq çox sınıflarda dostlar. Və bunu da belə elədik. 4-cü raunda keçdik ya 3-ə. 4-ə keçdik. 4'dəyiz artıq dostlar. İndi bundan. Yavaşı. Hücum sana gez gelir. Böyle falan. Böyle kadar bir şey gelir. Böyle. Ben adamlı. Geçen. Yat aşağı. Geçen. 4. roundda belə aldı dostlar. Keçdiyi 5-ci rounda. O bunun sonu şey düşdü. Vay yavaş. Canım girmiş. Oy öldü. Subsiden bunu Allah bir şey. Ayda. Daha bir dəmimizi qalmışdı dostum. Gördüyümüz kimi 5-ci round. Nə qədər gələ bildi yəni. Hansı başarılardan görəm mən. Oradan bir 2 dənə başarılar, 2 dənə başarılar. Hızlı yumruq için 2-3 vuruş. Yani seviye bir dövüş kaybet. Hiç kaybettiğimiz dövüş olmamıştı. Onu öyle. Onu da aldık. Başarısın. Üst seviye 328. Güzel olmalı. Az qalıb ki. Bunda bir dənə də şey gedə. Ne gedəyə biz? Başka ne yükseldi biləyiz? Bir dənə də dostlar onda eski aralar gedək. Görək indi SC əvvəlki öyküsünə bizə nələr danışacaq, nələr başımıza gələcək və birliyi də görək yəni. Yallah getdik. Papaz. Klanımız tanrılar için belə fazla kirli olan işləri yapar. Büyük sorun çözer və digər hataları düzeltiriz. Və sən də bunlardan birisin. Nə düzəldəcəksən sən? Yer get burada səni düzəldərəm. Belə bir düzəldim qoydular sən vuruqa qışında. Danışıqda dostlar bu. Bu şey başa tutsa yorumlara yazın sən. Vallahi siz başa olma nə deyir. O belə qapatlayır da yəni çaşır. Payını verəcəm. Öyle mi konuşacağım? Yaxşı demiş diye. Abi tepəsə. Belə vuruşu var. 2 saat əvvəl. O.
anladı ki. Eee. Allah bu mənə udacaq indi. Bu nə? Ya bu geçlər mənə. Allah qəsəd edir. Ne var? 2 saat kaldı indi. Ayda. Olsa neyse birinci round alabildim. Naşanmıram be. Birinci round oldu. Aha. Gel buraya. Aşık. Opa. Oho. Az kalmış değil. Ve aldık. Hafiften zamanında uzarsam ben. Yat aşağıdaydı. Gel sana diyeyim. Allah. Aşağı. Ne oldu sana? Papazsan ne sen ağına bak mı? Papaz. Bir. De 2 saat tepki veriyor. Kımıldanan. Uy, kaşaya vurdum ha. Ben de böyle koyuyor. Ama bet sana az kaldı. Göğüs küpelensi mesela. Kılıç falan değmiyor. Tabi işletebilirsin değil mi? Şöyle bir şey. Tabi silahını dövüş. Ya bu niye 4 seviye olmuram Ayda. Zor. Ben neye yükseldim? Yükseldim de bunlar. Bez oynası vesile olurum bak. Hem de bir tane turnuva icra. Kadife geldi gördüğünüz gibi. Bir tane iğneyle dövüşək. Bu bölüm görək. Üçüncü koruması nedir? Sonra bağlayırıq. Zor. Ayağı zor. Setində o. Oy aşağı. Birinci round oldu. Çətin yəni zor olmayana baxmayaraq dostlar. Birinci round biraz çətindir ancaq amma aldıq. Birinci round inşallah bizə. Qəşəng. Qəşəng uşaqlar üçün deyim. Abədəçilər bizə yaxınlaşdırmaya bilərsiniz. Yəni gördüyünüz canımıza falan silah şey eləmişsiniz. Təpindən uzaqlaşdırmaq olur. Uzaqlaşdıra bilərsiniz yəni. Silah işləməlisiniz. Ha bu da onu yəni. Mən bunu yapmadı. Yola saldım. Ay yo eləmə. Çox xahiş eləmə. Ayda. Bir. Neyse. Can az idi ya alsayım. Maçı da alsa bir şey. Oyundan. Qəşəng. Əməli yaxşı falan gəlsə. Olacaq. Hissiyadayız. Sen gitme kadife yani sen şansınız yok. Daha perfect lan evet da zor modda perfect attım da yani. Ben dedim de bir üç oyuncuysam şey dedi. Demek çift ayak uçağı tekme açtı. Burada da gösterebilir ne. Böyle bir şey. Açık değil biz. Böyle açık değil. Zırhı geçtiğimiz zaman kendini düşünmüyor musun? Zırhı geç. Oy zırha bakın dostlar. Kabuk görünümlü zırh. Öfke daraldığını bir saniye yakın saldırılan yüzeyde olan dartım aşağısı tasarımına gücüne bağlı. Oy. Zor dolu bu. Bunu alırız biz. Yani bezde mücevher topluyor yani alırız. Hələlik yoxdur. İndi hələlik buradan bir dənə kask alaq, asker başlığı.
Bunlar heç. Bunu bir də mücəffərimizi toplayıb kasıbalarıq. Sonra da buradan bir oy qaqa silahlar açıldı. Hansılarını görəsən? Burada şey asılıb, çelik cop asıldı, ninja kılıç asıldı. Ben hələlik buradan şey alacağım, çelik copu alacağım yani. 660 abi, bir dənə də qoy yükseldi dostlar. Hələ max eləyirəm. Bu max elədim, qəşəng. O gələn bölümdə dostlar bu şeyi kasıb falan 90 mücəffəri bu alırıq. Şey kabuk kırmızı hem de qəşəng görsəndi. Yaxşı görsəndi. Ve bir de asker başlığını aldı. Yani inşallah yani şey olub da yani. Oydu zor oldu öyle. Ben de normal zadılar ama normala belə düşmədi de dostlar. Yani iğne o kadar güclüdür qaqa. Elə imkansızdan zora düşdü. Ama neyse de oynayaq. Yəni gördüyümüz kimi hələ kadifəyə zor modda olmadı. Yəni bunu da inanırım ki inşallah yani. Bu iğne de yani dostlar udarıq da yani zor modda. Göğe nedir? İğne. Kaçacağı saklanacağı hiçbir yer yok. Kasmıram gelmişim. Şimdi kasırım. Hiçbir yer yok. Seni yenmesi için emri hiçbir şey durduramaz. Ha yaxşı görək. Ama bu kadarına gerek olmayacak. Çünkü ölüm darbesini ben edeceğim ve ustamı şerifi taşıyacak. Hələ qabaqda səndən güclüləri var. Ölüm darbesini ben edeceğim. Size Titan falan tanımır. MCS'yi tanımır zaten. Danışır da bu. İndirersin ölüm darbesi. Diyeceğim. Oy. Çelik top. Ay bir daha çelik top vursam bana gelir. Ay bir şey olmazdı Melos. O. Ama siz iğnenin ne silah yaxşı deyil bu. Tutuzduramıram başına. Ha, qəşəng. Əyilmə. Sökümə. Olsun ha. Sən bir şey deyirəm. Allah Allah. Hoppa, işə bibi. İnşallah olduruq dostlar. Gəbirə. Qaçacağın heç bir yer yox. Sırıq hələ bir. Sən deyir özümü şərifi də. Mən tamam belə deyəsən bu. Evet dostlar sonunda da bir daha belə təbii qoyursunuz. Qılınsa çox işləmir insanlarda. Təbii qoyursunuz uçur da yəni o tərəfi gördünüz necə. Və belə qalibiyyət alırsınız. Göy nə deyir? Ağlayacaq indi bu dəqiqə. İğne. Yenildin mi? İmkansız. İmkanlı. Niyə şey imkansız? Emir bu rezaleti affetmeyecektir. Avlanacak ve cezalandırılacaksın gölge. Ha yaxşı görək. Və yenə imkansız oldu. 83 mücəffər oldu. Bu bölüm 7 mücəffərim qaldı. O zırh almağa. 7'den de o silah asa bilərdik yəni. Ay bir o dostlar hiçbir şey. Yapacak hiçbir şey yok arkadaşlar. Neyse dostlar gelen bölüm asarıq yani. O zırhı da. Çok qəşəng silahlar oldu. Çok qəşəng bölüm oldu yani. İğne tutduq. Duvarlı girdik. Hayatta kalma girdik. Turnuva girdik. Eski yaralardan papazı utduq yani. Dizini aşırı. İğne payını verdi. Hə dedi. Kasada saxlasan yeri. Üçüncü. Dördüncü qoruma desə hayalətdir. Səhv eləmirəmsə. Hə. Hayalətlə döyüşəcək gələn bölüm inşallah. Dördüncü bölümdə yəni. Və belə. Bu da hayatta qalmadı girdik. 5-ci raunda qədər gəldik. Və silahlar aldıq. Asker başlığı falan. 7 mücəffər çatmır ki. Onu da alardım. Amma eybi o dostlar. Yəni heç nə olmaz can sağlığı. Onu da gələn bölümdə alacağım inşallah. İstənilən birlikdən narahat olmuyor. Və dostlar çelik job silahını falan hər şey yəni öz yerindədir də yəni. Çatmayan şeylər hər bir şey aldıq. Və dostlar çox uzatmıram. Çox uzatmadan video bağlamayıram mən artıq. Video gördüyünüz kimi 24 dəqiqə oldu. Siz də dostlar kanala zəhmət olmasa abunə olmayanlar abunə olsun kanalıma. Video çəkmədən yəni videolarımı zəhmət olmasa bəyənsinlər. Videomu bəyənin, kanala abunə olun. Hər iki kanalıma keçin. O blog kanalıma da abunə olun. Orada da videolar gəlir. Burada da videolar gəlir və gəlməyə də davam edir dostlar. Heç bir şey qasırmayın yəni. Video atmayan da səbəbini təbii ki də deyirəm. Yəni atmasam da blog kanalımda. Yəni istəyir oyun kanalıma video atma növbəsi olsun. Amma mən blog kanalımda şu qısa bir short videosu da olsa yəni paylaşaram. Asıl yəni belə əvvəlcədən çəkmişəm. Yəni onları sonradan paylaşıram yəni. Yəni sizi paylaşaram baxarsınız dostlar. Neyse dostlar məndən bu qədər.
Hə, videonu bağlayıram artıq. Video 25 dəqiqəyə falan gedir. Oldu dostlar, özünüzə yaxşı baxın. Gələn videolarda görüşənə dək kanala like atıb abunə olmağı unutmayın. Sağ olun, salamat qalın, sevilirsiniz. Bay bay.